Təsəvvür et, bugün sən bizim qabağımıza mənbə kimi qalın kitablar, uzun-uzadı hesabatlar falan qoymamısan, sadəcə bir cümlə vermisən. Özü də heç tam cümlədə deyil məncə. Aysol heç cümlə də deyil. Cəmi 5 sözdən ibarət yarımçıq bir başlıqdır. Üzdəki pigment ləkələrinin bilinməyən səbəbi və solam. Mətin elə burdaca kəsilir. Yəni ən kritik yerdə. Bəli, heç bir izah yoxdur, ardı yoxdur. Mən birinci bunu görəndə dedim ki, yəni bu nədir axı? Cəmi 5 dənə sözü necə dərinləməsini təhlil etmək olar? Hə, kənardan çox qəribə görünür. Düzdür. Amma sonra bu sözlərin üzərinə biraz düşəndə, yəni sən də baxanda gördük ki, bu əslində sadəcə sıradan bir mətin deyil, eləmi? Qətiyyən sadə mətin deyil. Bax, bəzən ən qısa, ən yarımçıq ifadələr insan psixologiyası barədə cildlərlə kitabdan daha çox şey deyir. Bu sadəcə bir başlıq deyil, bu bir tələdir. Tələ? Necə yəni tələ? Bioloji və psixoloji bir tələ. Birbaşa sənin marağını oyatmaq, beyninin ən qədim, belə deyək, ən zəif nöqtələrindən vurmaq üçün diqqətlə dizayn edilib. Dayan. Bəlkə biz bunu həddindən artıq şişirdirik. Yəni, bəlkə bu mətni yazan o redaktor sadəcə tənbəlin biridir. Yəni, ola bilər. İstisna deyil. Ya da nə bilim, bəlkə saytda nəsə texniki xəta olub, mətnin ardı kəsilib. Niyə biz dərhal burada dahi bir manipulyasiya, qəsdən qurulmuş bir fən axtarırıq ki? Çox haqlı bir şübhədir. Açığı mən də ilk başda belə düşündüm. Bu yarımçıq qalma məsələsi doğrudan da sadəcə bir formatlama problemi ola bilər. Aha. Amma bilirsən, burada əsas məsələ nədir? Məsələ o müəllifin niyyəti deyil. Məsələ sənin, mənim və bugün bizi dinləyən şəxsin o yarımçıq mətnə verdiyi reaksiyadır. Yəni biz niyə ona ilişib qalırıq? Sağ ol. Mətn təsadüfən kəsilmiş olsa belə, beynimizdə işə düşən o mexanizm qətiyyən təsadüfi deyil. İstər bilərəkdən olsun, istər bilməyərəkdən bu struktur minilliklər ərzində formalaşmış kodlarımızı aktivləşdirir. Maraqlıdır. Yaxşı, o zaman gəl belə edək. Əlimizdə başqa heç nə yoxdursa, arxa fon və ya nəticə yoxdursa, gəl bu 5 sözə elə mikroskopla baxaq. Birinci ifadə nədir? Üzdəki pigment ləkələri. Bəli, diqqət et, mütləq üzdəki deyir. Bax, elə mən də onu deyəcəkdim. Qoldakı demir, kürəkdəki demir, məhz üzdəki. Niyə görə dərhal bizim üzümüz hədəf alınır? Yəni, bu sadəcə kosmetik bir şeydir, yoxsa burada daha dərin bir məna var? Əslində, bunun kökü birbaşa təkamül biologiyasına gedib çıxır. Təkamül nöqteyi nəzərindən bizim üzümüz, yəni belə deyək, bizim bioloji məlumat lövhəmizdir. Məlumat lövhəsi? Nə mənada? Cuma quruluşunu düşün. Minlərlə il əvvəl insanların qan analizləri yox idi axı. Onlar bir-birinin sağlamlığını necə yoxluyurdu? Hə, düzdür. Xəstəxanalar yox idi. Ay sağ ol. Bizim əcdadlarımız kimsənin sağlam olub-olmadığını, çoxalma potensialını yalnız onun üzündəki simmetriyadan, dəri rəngindən, ləkşələrdən təyin edirdilər. Yəni üz cizgilərindən oxuyurdular. Tamamilə. Hər hansı bir ləkə və ya rəng dəyişikliyi qədim beynimiz üçün siqnaldır. Daxili bir problemin, xəstəliyin xəbərdarlığıdır. Sən demək istəyirsən ki, kimsə üzdəki ləkələr deyəndə, mən sadəcə aynaya baxıb narahat olan müasir adam kimi reaksiya vermirəm. Yox, sən əslində qəbilədən qovulmaq qorxusu yaşayan qədim insan kimi reaksiya verirsən. O instinktlər hələ də bizimlədir. Vay, bu çox dəhşətlidir axı. Cəmi 2 sözlə bizi ən zəif yerimizdən vururlar yəni. Dərhal sosial sağ qalma instinktimiz oyanır. Məhz belədir. Üzümüz dünya ilə digər insanlarla ən çox kommunikasiyada olan hissəmizdir axı. Ona görə o sözlər şuurumuzun çox dərin qatlarına toxunur. Yəni, mən hələ cümlənin sonuna çatmamışam, amma artıq qorxuya düşmüşəm. Bəli, bioloji həyəcan vəziyyətindəsən artıq. Emosional olaraq o qarmağa keçmisən. Bura qədəri aydındır. Və sonra, mətnin ən vurucu yerinə gəlirik. Məni ən çox düşündürən qismə. Bax, cümlənin sonuna tərəf qışqırırsan ki, səbəbi... Özü də bütün hərflər böyüklə yazılıb. Hə, o vizual vurğu çox önəmlidir orada. Yəni, bu doğrudan redaktor xətasıdırsa, çox qəribə xətadır axı. S, Ə, B, Ə, B, I. Bilirsən, mənim beynimdə bu necə canlanır? Necə? Elə bil kimsə qapının ağzında mənə kainatın ən böyük sirrini verəcəyini qışqırır, amma mən qulağımı yaxınlaşdıran kimi şap qapını üzümə çırpır. Çox gözəl analogiyadır, düzdür. Həm də niyə cəm şəklində deyil, niyə səbəbləri demir, tək bir səbəbi deyir.
Çünki bizim beynimiz mürəkkəbliyə, o çoxamilli tənliklərə nifrət edir. İnsan beyni enerjiyə qənaət etmək üçün proqramlaşıb. Tənbəllik edirik, yəni. Bəli, psixologiyada buna zehni xəsislik deyirlər. Problemi həll etmək üçün ən qısa, ən az enerji tələb edən yolu seçirik. Aha. Təsəvvür et, sən bir dermatoloqun yanına gedirsən, o sənə nə deyəcək? Genetik meyillilik, günəş şüaları, hormonal disbalans, qaraciyər problemləri. Uzun-uzadı bir siyahı verəcək, ha? Bu da adamı yorur axı. Bu idarə edilməsi çətin bir reallıqdır. Reallıq həmişə cansıxıcı dərəcədə mürəkkəbdir. Amma bu, böyük hərflərlə yazılmış səbəbi sözü sənə qısa yol təklif edir. Deyir ki, bütün o çətin müalicələri, həkimləri unut. Yalnız bir günahkar var. Bəli, bütün problemin kökündə tək bir mütləq səbəb var. Bu, reallığın inkarıdır, amma dözülməz dərəcədə cəlbedicidir. Yəni beynim düşünür ki, bir dənə səbəb varsa, deməli bircə dənə də asan həlli var bunun. Ay sağ ol, bir oxla bütün hədəfləri vurmaq istəyi. O böyük hərflər də səsli xəbərdarlıq kimidir. Sənin həyatını dəyişəcək tək fakt budur. Maraqlıdır. Amma bax, əgər başlıq sadəcə üzdəki pigment ləkələrinin əsas səbəbi olsaydı, mən bəlkə də heç oxumazdım. Deyərdim yəqin, yəni günəşdən zaddan danışacaqlar da. Bəli, keçib gedərdin. Amma orada bir söz var, hər şeyi dəyişir. Bilinməyən səbəbi. Bax, bu bilinməyən sözü daxil olanda biz tamam başqa bir psixoloji oyuna giririk sanki. Tamamilə. O bilinməyən sözü əsas triggerdir. İndi səndən bunu biraz da dərindən izah etməyini istəyirəm. Niyə biz artıq bilinən səbəblərlə, yəni bizə verilən elmi faktlarla qane olmuruq? Niyə həmişə o gizlədilmiş, bilinməyənin arxasınca qaçırıq? Bunun arxasında möhtəşəm dərəcədə güclü bir nevroloji mexanizm dayanır. Və hər şey bizim beynimizin kimyası ilə, xüsusən də dopaminlə bağlıdır. Dopamin. O bizim xoşbəxtlik hormonumuz deyil. Çox adam elə bilir, amma əslində yox. Neurobiologiyada dopaminin rolu fərqlidir. O həzz hormonu yox, arzunun, gözləntinin, motivasiyanın hormonudur. Gözləntinin. Nə mənada yəni? Məsələn, məşhur neurobioloq Robert Sapolsky'nin meymunlar üzərində təcrübələri var. O, meymunlara bir siqnal verir, sonra mükafat olaraq şirə verir. Aha. Hamı gözləyirdi ki, meymun şirəni içəndə dopamin artacaq. Amma tədqiqatçılar gördülər ki, dopamin şirə içiləndə yox, o siqnal veriləndə pik həddə çatır. İşıq yananda yəni. Bəli, mükafatın gələcəyi barədə gözlənti yarananda. Oyda, yəni dopamin bizi o mükafatı almağa məcbur edən daxili mühərrikdir. Biz sirri öyrəndiyimiz an yox, sirrin mövcud olduğunu bildiyimiz an o həyəcanı yaşayırıq. Tamamilə doğrudur. Mətnin sənə verdiyi o bilinməyən vədi eyni ilə Sapolsky'nin meymunlarına verilən işıq siqnalıdır. Beynim deyir ki, orada mənə lazım olan bir şey var, get onu tap. Ay sağ ol, bu məlumat boşluğu fenomeninin bioloji təməlidir. Nə bildiyinlə, nə bilmək istədiyin arasında uçurum yaranır. Beynin də o boşluğu doldurmaq üçün dopamin ifraz edir. Çünki əcdadlarımız qoldan gələn səsi araşdırdıkları üçün sağ qalıblar, düzdür. Bəli, bilinməyən şey təhlükə də ola bilər, mükafat da. Ona görə mütləq öyrənməlisən. Amma burada çox komik, hətta faciəvi bir şey var axı. Bizim halımızda o cüllə elə ordaca bitir. Siqnal gəldi, dopamin artdı, mühərrik işə düşdü. Və heç nə, ortada şir falan yoxdur. Bəli, mətnin kəsilib qalıb. Bilirsən, bu mənim beynimdə nəyə oxşayır? Elə bil cızıq düşmüş bir plastinkadır. Maraqlı bənzətmədir. Plastinka fırlanır, mahnı yüksəlir. Sən o nəqarəti gözləyirsən, amma iynə ilişib qalır eyni yerdə. Beyin o nəqarəti eşitməsə, dincələ bilmir. Eyni cızıq ətrafında fırlanır. Düzdür, bu həm də o amputasiya olunmuş qollarda yaranan fantom ağrılarına bənzəyir. Qol yoxdur, amma beyin siqnal gözləyir deyə ağrıyır. Ay sağ ol. Bizdə də cümlənin sonu yoxdur, amma beynimiz o boşluqda qıvrılır sanki. Sənin bu fantom ağrısı və cızıq düşmüş plastinka misallarının əslində məsələni çox dəqiq izah edir. Sən hazırda neyroelmdəki mükafatın proqnozlaşdırılması xətasını təsvir edirsən. Mükafatın proqnozlaşdırılması xətar. Gözləyir ki, axırda cavab olacaq. Cavab gəlməyəndə reallıqla sənin qurduğun model üst-üstə düşmür. Yəni beyin error verir. Bəli, bu çox böyük bir xətadır beynimiz üçün və beyin bu cür açıq qalan dövrlərə dözə bilmir. O plastinkanın iynəsinə o cızıqdan xilas etmək üçün sənə dəhşətli dərəcədə təzyiq edir. Bax, sən bu psixoloji təzyiqdən danışırsan, mən isə dinləyicimizin yerinə qoyuram özümü.
Bəlkə də indi bizi dinləyən sən elə öz içində düşünürsən ki, mən belə ucuz başlıqlara aldanmıram, mənim məntiqim var. Ham elə düşünür əslində. Hə də, amma səmimi olaq, sən də nə vaxtsa internetdə sürüşdürəndə sırf o bilinməyən sir sözünə görə ən azı bir saniyəlik dayanmısan? Axı, niyə biz məntiqimizə qalib gələ bilmirik? Çox çətindir çünki. Niyə? Həkimin dediyi sözə inanmaq əvəzinə internetdəki o hardan gəldiyi bilinməyən bir cümlənin arxasınca getməyə bu qədər hazırıq. Biz doğrudan tibbi fakt öyrənmək istəyirik, yoxsa o sirrin özü bizi cəlb edir? Çox kritik sualdır və cavabı bəlkə də səni təəccübləndirəcək. Eşidirəm. Əslində çox vaxt biz o faktı öyrənmək istəmirik. Biz sadəcə o sirrin bizə verdiyi mistik auraya və ən əsası nəzarət illüziyasına vuruluruq. Nəzarət illüziyası. O nədir ki? Düşün də, əgər mən sənə desəm ki, o ləkələrin səbəbi sənin genetikandır və ya illərlə günəşdə qalmağındır, sən dərhal məyus olursan. Təbii ki. Niyə? Çünki genetikanı dəyişə bilməzsən, keçmişə qayıdıb özünü günəşdən qoruya bilməzsən, sən o problemin qarşısında acizsən artıq. Hə, standart tip insana acizliyini xatırladır. Ay sağ ol, amma bilinməyən səbəb, bax o sənə güc illüziyası verir. Yəni, əgər mən o bilinməyən sirri tapsam, birdən-birə hamıdan ağıllı olacağam. Elə bil dünyanın bilmədiyi bir hiləni tapmışam. Bəli, bu sadəcə kosmetik bir müalicə deyil axı. Bu təbiətə, yaşlanmaya qarşı qələbə qazanmaq ümididir. Vay. Əgər səbəb hələ də bilinməyəndirsə, deməli onun həlli sənin indiyə qədər sınayıb bezdiyin o çəpin pəhrizlərdən fərqlidir. Çox asan, tək addımlı bir sehr ola bilər. Mətnin də elə sonunun olmaması ən böyük manipulyasiyadır burada. Cümlənin arxası yoxdur, mən də o boşluğa öz arzularımı və qorxularımı doldururam. Tamamilə. O boşluq sənin daxili aləminlə dolur. Mən heç vaxt bunu belə düşünməmişdim. Bax, əgər mətn tam olsaydı və yazsaydılar ki, səbəb stressdir, mənim beynim o xətanı həll edəcəkdi. Əlbəttə, marağın sönəcəkdi dərhal. Deyəcəkdim, hə, stres imiş, yenə eyni söhbət, gözümü devirib keçəcəkdim, plastinka cızıqdan qurtaracaqdı. Amma yarımçıq olduğu üçün ssenarilər qurmağa başlayırsan. Bəli, kimsə düşünür ki, yəqin yediyim filan qida buna səbəbdir, başqası deyir ki, bəlkə qaraciyərimdə gizli nəsə var. Bu məni passiv oxucudan mətnin həm müəllifinə çevirir sanki, öz kabuslarımı ora yerləşdirirəm. Sən bu cümlənin işləmə mexanizmini mükəmməl ümumiləşdirdin əslində. Artıq o mətnlə birlikdə işləyirsən. Təsəvvür et, biz məlumat bolluğu dövründəyik də, düzdür? Hə, hər şey əlimizin altındadır, Google qarşımda. Bəli, hər şeyi saniyələr içində tapmaq olur. Belə bir dünyada məlumatın ucuzlaşdığı vaxtda insanın diqqətini necə çəkə bilərsən? Bilmirəm, bəlkə daha böyük şriftlərlə. Yox, onlara məlumat verməyərək. Məlumat verməmək insanları idarə etməyin ən güclü vasitəsinə çevrilir indi. Çox maraqlıdır. Sir verməmək özü bir vasitədir. Özdə bu yeni bir şey deyil ha. Tarixən panayır bazarlarında, qəzetlərin ilk vaxtlarında satıcılar qışqırırdı ki, sizə bir sir açacağam. Amma sirri ancaq pulu verəndən, çadıra girəndən sonra deyirdilər. Bugün də o çadırın yerini veb saytlar, qəzetin yerini sosial şəbəkələr alıb. Alətlər dəyişib sadəcə. Ay sağ ol, alətlər dəyişib, amma insan beyni, o ehtiyaclar eyni qalıb. Bax, bu çox möhtəşəm məqamdır. Və bilirsən, ən maraqlısı nədir? Biz bugün cəmi 5 sözlük bir mənbəni təhlil etdik. Amma bu mənbə bizə üz ləkələri haqqında heç nə öyrətmədi. Sıfır məlumat. Bəli, tamamilə sıfır. O mənbə sadəcə böyük bir ayna rolunu oynadı bizim üçün. Və o aynada biz özümüzü, bioloji zəifliklərimizi gördük. Elədir. Biz anladıq ki, böyük hərflərlə verilən o qəti vəd və bilinməyən konsepsiyası birləşəndə bizim məntiqimiz sadəcə sönür. Beyin dərhal o meşədəki sağ-qalma rejiminə keçir. Dopaminin təsiri ilə çırpınmağa başlayırıq. Və sirri axtarmağa məcburuq sanki. Baxın, bütün bunlar bizi dinləyən sənin üçün nə deməkdir? Niyə biz bu qısa mətni belə mikroskop altına qoyduq? Çünki sən gün ərzində telefonunu əlinə alanda, belə deyək, sürüşdürəndə yüzlərlə belə tələ ilə qarşılaşırsan. Bəli, hər gün onlarla belə başlıq görürük. Filan problemin gizli səbəbi, uğurlu insanların etdiyi o bir sir. Hamısı sənin dopamin dövrənlə, daxili qorxularınla oynayır. Amma əgər sən bu mexanizmin necə işlədiyini bilsən,
bu informasiya xaosunda tam fərqli bir yerdə olacaqsan. Aha. Sən o böyük hərfləri görəndə, o qaşınmanı hiss edib klikləmək əvəzinə dayanıb gülümsəyəcəksən. Deyəcəksən ki, aha, mən görürəm siz burada nə edirsiniz? Mənim beynimdəki mükafat proqnozu xətasından istifadə edirsiniz. Sən artıq oyuncaq olmursan, analitik izləyici olursan və mənə inan, o tələni kənardan izləmək içinə düşməkdən qat-qat böyük zövq verir. Artıq o cızıq düşmüş plastinkanı söndürə bilərsən. Özünə idarə etmək hissi ən gözəl hissdir. Tamamilə. Dərin təxlilimizin sonuna çatarkən sənə maraqlı bir sual vermək istəyirəm, əziz dinləyici. Və bu, mənim bugün sənə buraxacağım yekun düşüncədir. Buyur. Bütün bu vaxt ərzində o bilinməyən sirrin niyə belə cazibədar olduğunu danışdıq. Amma gəl bir anlıq təsəvvür edək. Təsəvvür et ki, o qapının arxasında duran adam doğrudan da qapını açdı və sənə o pigment ləkələrinin həqiqi, dəhşətli dərəcədə cansıxıcı, elmi səbəbini elə indicə dedi. Nə bir mistika var, nə də sehirli çubuq. Sual olunur, bu reallığı öyrəndikdən sonra sənin həyatında doğrudan nəsə dəyişəcəkdir? Yoxsa sən dərindən bir kök sötürüb, sənə o həyəcanı verəcək növbəti bilinməyən sirrin axtarışına çıxacaqdın? Bunu bir düşün. Növbəti dərin təhlildə görüşənədək.